Azərbaycan çempionatında qış fasiləsindən sonra turun ilk mərkəzi görüşü Neftçi Zirəyə qarşı. Bu həm Yuri Vermidov, həm də Rəşad Sadıqov üçün çox ciddi bir sınaqdır. Siz kanalımıza abunə olun, biz isə həmin oyunun qısa analizinə keçək. İlk öncə sizə Azərbaycan çempionatı ilə bağlı etdiyimiz detallı analizi videosunu göstəriniz marağı üçün minnətdarlığımızı bildirmək istəyirik. Bu maraq sayəsində biz qərara gəldik ki, Azərbaycan çempionatının hər turu öncəsi mərkəzi görüşlə bağlı taktik analiz videosu çəkək. Bu dəfə biz Neftçi Zirə oyunu haqqında danışırıq. Lakin növbəti həftədən hansı oyun haqqında danışacağımızı siz seçəcəksiniz. Belə ki, Instagram səhifəmizdə biz bir neçə vacib görüşün elanını verəcəyik və siz səs verməklə hansı oyun haqqında danışacağımızı müəyyən edəcəksiniz. Ona görə də səhifəmizi izləməyi unutmayın. Biz isə turun mərkəzi görüşünün analizinə keçək. İlk öncə onu deyək ki, hər iki komanda üçün bu müxtəlif səbəblərdən çox ciddi bir sınaqdır. Bildiyimiz kimi Neftçi turnir cədvəlində 7-ci yerdədir 20 xalla və komanda həmən bu turdan başlayaraq situasiyanı düzəltməlidir. Bu matça hardasa 2-4-2-3-1-in dueli demək olar. Çünki Rəşad Sadıqov bəzi hallarda 4-3-3 taktikasını əl atsa da, o daha çox avtobuslara qarşı bu taktikanı tətbiq edir ki, hücumda biraz balans çox olsun. Lakin Neftçi ilə oyunda Neftçinin hücum gücünü nəzərə alaraq bizim düşüncəmiz odur ki, hər iki komanda, hər iki baş məşqçi double pivotla bu maça çıxacaq. Neftçiyə gəldikdə əlbəttə ki, bir tərəfdən Yuri Vermidovun rəhbərliyi altında komanda Sumqayıtla 2-0 hesabı ilə öndə olsa da sonradan bu üstünlüyü qoruya bilmədi və çox asanlıqla əks hücumlarda bir növ müdafiə keçiddə olan problemlər ucbatından ikinci hissənin ikinci yarısında 2 qol buraxaraq bərabərə qaldı. Karvanı, outsideri çox böyük çətinliklə Neftçi məğlub etdi. Lakin bundan sonra Neftçi təlim məşq toplanışına getdi və orada biz bəlkə də deyə bilərik ki, Yuri Vermidovun ideyalarının daha yaxşı cilalandığı bir komandanı görməyə başladıq. Əlbəttə ki, Misirin Piramida komandası ilə bərabərliyi biz həmin oyuna aid etmirik. Çünki həmin maçda hardasa Vermidovun çempionatdakı ilk oyunu və sonradan Çinin Chengdu komandası ilə keçirilən maçı nəzərə alsaq, bir qədər eksperimental heyəti gördük. Lakin ikinci maçda Çinin Chengdu komandasını Neftçi çox effektiv oyunla məğlub etdi. Amma günün sonunda bütün bunlar hamısı hazırlıq maçlarıdır və hər şey nə qədər inkişaf etdirilib, nə qədər dəyişilib Samir Abbasov dövründən və ya nə qədər öz staqnatik mərhələsində qalıb, bunu biz əlbəttə ki, Zirə ilə maçdan başlayaraq görməyə başlayacağıq. Ən böyük dəyişiklik nədən ibarətdir? Yuri Vermidov hücumdan danışsaq, daha çox Sambuya etibar eləyir. Abubakarı bir qədər ehtiyata salıb. Abubakarın ehtiyatlı olması səbəbini biz hardasa başa düşə bilərik. O, onun fiziki olaraq da, belə vizual olaraq da artıq çəkiyə malik olduğuna görə ola bilər. Müdafiədən başlasaq, əlbəttə ki, Neftçidə Elvin Bədəliyevlə Ribeironun müdafiənin mərkəzində yer alacağını gözləyirik. Cinahlar müvafiq olaraq Sako və Sek tərəfindən tutulacaq. Burada xüsusilə Sekdən biz danışacağıq. Çünki bizim fikrimizcə Neftçinin sol cinah müdafiəsi komandanın axil dabanlarından, yəni zəif nöqtələrindən biridir. Çinin komandası ilə, Chengdu komandası ilə maçda Yuri Vermidov həm də çempionat oyunlarında hələ ki Samir Abbasovda olduğu kimi 2-6-8 və 1-8-10 nömrə ilə oynadığını göstərdi. Yəni həmin o 8-10 nömrə mövqeyində Emin Mahmudov oynayırdı. 6-8 nömrə mövqeyində Matthew ilə Almeida idi. Biz onun dəyişməyəcəyini gözləyirik. Nəzərə alsaq ki, rəqib həddindən artıq güclü Zirə komandasıdır. Hücumun mərkəzi əgər Sambuya tapşırılırsa, sağ cinahda çox güman ki, Faraj olacaq. Sol cinahda isə seçim çox maraqlıdır. Çünki Samir Abbasovun dövründə burada bəzən Rezabalı oynayırdı, bəzən Vargas oynayırdı. Amma Vermidov hələ ki öz həmyerlisi Shtogrinə etibar edir. Biz görməliyik ki, bu daimi inamdır, yəni öz yerlisinin olmağının avantajıdır. Yoxsa müvəqqəti olaraq bu mövqedə ən yaxşı oyunçu kimi Vermidov Shtogrini görür. Çünki Shtogrin bütün xətti bağlaya bilir və bununla da müdafiə planında biraz problemli olan Seki də kompensasiya etmiş olur. Bir tərəfdən Sambunun oynayıb Abubakarın oynamamasının Neftçi üçün anlamı nədir? Bir build-up oyununda bu ondan ibarətdir ki, bildiyimiz kimi Abubakar çox passivdir, çox az topa toxunuş edir, çox az meydanda hərəkət edir. Ona görə də ona aktiv 10 nömrə lazımdır ki, cərimə meydançasına tez-tez girər, rəqib müdafiəçiləri özünə cəlb etsin və bundan istifadə edən Abubakar çox intellektual şəkildə boşluqlara çıxaraq qol vəziyyətlərinə girmiş olsun. Lakin Sambu özü də çox intensiv şəkildə işlədiyinə görə bizim gözləntimiz ondan ibarətdir ki, Sambu Emin Mahmudovla bir növ yaxşı kombinə edə bilər. Emin Mahmudov
klassik 8 nömrədir. Hardasa daha çox bir növ əgər belə elitar dildə danışsaq, Bruno Fernandesdənsə Pedriyə yaxındır. Yəni adam bir qədər meydanın bu hissəsində daha çox vaxt keçirməyə üstünlük verir və eyni zamanda meydanın mərkəzini etibarlı saxlamağı tərcih edir və əvəzində Vernidubun hücum build-up'ının əsas planı əlbəttə ki, cinahın hücuma qoşulması sayəsində olacaq. Bizim də gözləntimiz zaten bundan ibarətdir ki, Neftçi daha çox cinahlardan Zirəni cəzalandırmağa çalışacaq. Zirəyə gəldikdə isə Rəşad Sadıqovun yetirmələri Azərbaycan çempionatını birinci dövrəsini bir qədər minor notda bitirdi. Xatırlayırsınızsa, son 3 maçda komanda cəmi 2 xal yığdı. Əgər Qarabağla qazanılan xal bir növ itirilmiş 2 xal deyil, qazanılmış 1 xal idisə, sonradan Şamaxıdan məğlubiyyət çox gözlənilməz alındı. Nəzərə alsaq ki, adətən etibarlı və balanslı müdafiəyə malik olan Zirə həmin maçda hesabda önə keçdi. Lakin Şamaxı Ayxan Abbasovun da gecikləri sayəsində ikinci hissədə oyunu dəyişdi. Amma buna Rəşad Sadıqovun komandası və ya özü də heç bir belə tutarlı cavab verə bilmədi. Onun ardınca isə komanda çox etibarlı müdafiə futbolu oynayan, çox belə keyfiyyətli avtobus parkovkadan İmişlinin də müqavimətini qıra bilmədi və həmin oyunda da hesab 0-0 bitdi. Nəticədə hardasa deyə bilərik ki, həmin iki oyunda Zirə 6 xalın yerinə 1 xalla ayrıldı. Baxmayaraq ki, turnir cədvəlində hazırda 3-cü yerdədir. Turan öz ehtiyatlı qalan oyununu qazanarsa, komanda 4-cü yerə düşür və komandanı daban-dabana həm Sumqayıt, həm Araz, Naxçıvan həm də qazanacağı təqdirdə bu maçı Neftçi də potensial izləməyə başlayır. Neftçində olduğu kimi Zirə də təlim məşq toplanışında 2 oyun keçirdi və burada da hardasa analoji ssenari müşahidə olundu. Əgər Ukraynanın Aleksandriya komandası ilə Zirənin hardasa yarı eksperimental heyəti var idisə, İrlandiyanın Bohemians komandasına qarşı Zirə əsas heyəti ilə çıxdı. Yəni əsas heyət sayıla biləcək bir heyətə çıxdı və qəribə, maraqlı, belə xoşa gəlməz sürpriz ondan ibarət idi ki, adətən Rəşad Sadıqov Zirədə çox etibarlı müdafiə oyunu ilə seçilirsə, hər iki yoxlama görüşündə də komanda hərəsində 3 qol buraxdı və qeyri-xarakterik bir səhvlərdən qollar gəldi. Misal üçün, komandanın ən etibarlı bəndlərindən biri olan Thiago Silva qapıçı çox kobud səhvə yol verdi və onun kobud səhvi ilə Bohemians oyunu hesabı bərabərləşdirdi. Amma həmin oyunda qollara baxsaq görürük ki, hardasa yarımcinahlardan, yəni keçid futbolunda Zirə çox rahat şəkildə cəzalandırıldı. Nəzərə alsaq ki, məsələn üçün Zirədə bu tendensiyaya çevrilə bilər, deyilə bilər. Bunu Neftçi ilə oyunda dəyişəcəyini və ya davam edəcəyinə baxmaq maraqlıdır. Mən nəyi nəzərdə tuturam? Bohemians oyuna əgər yoldaşlıq görürsə, hər hansı bir turnir ağırlığı və fəsadları yoxdursa, məsələn Şamaxı ilə maçda gəlin Şamaxının vurduğu qola baxaq. Bu epizodda gördüyümüz kimi Diego Balao, Şamaxının vingeri, Zirənin cinah müdafiəçisi ilə təkbətəkdir və baxın, gördüyünüz dəlik ən böyük fatal problemdir. Çünki bütün Zirənin oyunçuları öz cərimə meydançasından sıxılıblar. Hətta burada da Zirənin 6-ya 4 üstünlüyünün olmasına baxmayaraq bu heç nəyə kömək eləmir. Çünki bu asma qolla nəticələnir. Ümumiyyətlə belə boşluq adətən çox fatal bir boşluqdur. Çünki əgər Şamaxı burada Balao asmaya üstünlük verdisə, istənilən mövqe hücumu quran komanda, xüsusilə də cinah yükləməsinə üstünlük verən Neftçi kimi komanda burada hansısa bir oyunçunu həmin o yarım cinaha gətirəcək və sürətlə yarım cinaha girən oyunçu daha təhlükəli qol epizodu yarada bilər rəqib qapısı qarşısında. Digər tərəfdən maçın əsas intriqalarından biri əlbəttə ki, Zirənin sağ cinahı ilə Neftçinin sol cinahı arasında olan duel olacaq. Belə ki, burada Zirədə Papunashvili çox təhlükəli oyunçudur. Nominal olaraq 8 nömrə olsa da, bir növ double pivotun 8 nömrəsi daha çox box-to-box oyuncu olsa da, Papunashvili tez-tez hücuma qoşulur və Zirənin bu mövsümdə gizli qol silahlarından biridir. Məsələn üçün Papunashvili həm öz mövqeyində rəqib oyunçu ilə işləyir, eyni zamanda boşluq tapdıqda uzaqdan bax belə gördüyümüz kimi effektiv zərbələrə malikdir. Ondan başqa Cibriladan biz çox ciddi təhlükə gözləyirik və Yuri Vernidubun bu təhlükələri necə neytrallaşdıracağı çox maraqlıdır. Digər tərəfdən biz Neftçidən də balanslı oyun gözləyirik. Çünki Samir Abbasovun rəhbərliyi altında bəzən Neftçi intensiv presinqə rəqibi məruz qoyurdu, amma rəqib o presinqdən çıxdığı təqdirdə çox böyük bir boşluq əldə edirdi və təhlükəli epizodu özü yarada bilirdi. Gözləyirik ki, hər iki komanda xüsusilə oyunun əvvəlində, oyunun birinci hissəsində risk edib yaratmaqdansa özünü sığortalayıb səhvləri sıfırlamağa meyl edəcəklər. Çünki hər iki komanda qol buraxacağı təqdirdə onların oyuna qayıtma mexanizmi mütləq olaraq balanslı şəkildə hücuma keçməyi və riski özündə ehtiva edir. Bundan isə uzun analizimizdə dediyimiz kimi Rəşad Sadıqov bu elementdən bu mövsüm qaçır. Neftçidə isə bu problemdir. İkinci tərəfdən əlbəttə ki, Neftçinin rəqib qapısında yaratdığı epizodları necə dəyərləndirəcəyi də çox maraqlıdır. Odur ki, bizi bir qədər balanslı, amma olduqca maraqlı oyun gözləyir. Xatırladaq ki, əgər Zirə bu maçdan qalib ayrılarsa, bir növ üçüncülük uğrunda
iddiasını bir daha təsdiqləmiş olacaq. Yox, əgər Neftçi maçı qazanarsa, Neftçinin həmin o XG-lərin də dediyi kimi o böyük bir comeback-i, yəni geri dönüşün başlanğıcı bu tur qoyula bilər və əbəs deyil ki, günün sonunda əgər Neftçi qazanarsa, Zirə ilə arasında olan fərqi -4-ə endirəcək ki, bu da uzun marafon olan Azərbaycan çempionatında intriqanın yaranmasına rəvac verəcək. Sizin fikrincə Neftçi bu maçda qayıdışının ilk cücərtlərini bizə göstərə biləcək, yoxsa Rəşad Sadıqovun sabitliyi öz sözünü deyəcək? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə kanalımıza abunə olun ki, həm bu rubrikanı, həm də başqa videolarımızı buraxmayasınız.